Rusiya imperiyasının Qafqazda işğalçılıq siyasətini davam etdirməsi Qacarlar İranını ciddi şəkildə narahat edirdi. 1804-cü ilin mayında Qacar hökmdarı Fətəli Şah başda olmaqla İranın yuxarı feodal dairələri Rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb edir. 1804-cü ilin iyulunda Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsilir. İran şahının vəliəhdi Abbas Mirzə 1805-ci ilin yazında Rusiyaya qarşı hərbi əməliyyatları başlayır. ...1805-ci ilin iyununda Qacar qoşunu Qarabağa daxil olur. Rus qarnizonunun yerləşdiyi Şahbulaq qalasını mühasirəyə alır. İlk döyüş isə 1804-cü ilin iyulunda İrəvan xanlığının ərazisində 3 kilsə divarları yanında baş verir. 12 topu olan 3600 nəfərlik piyada bölməsi, süvari eskadronu və 2 Kazak yüzlüyündən ibarət Rus qoşunu 20 minlik İran qoşunu ilə qarşılaşır. Rus qoşunları Gürcü süvari dəstələrinin köməyi ilə döyüşdə üstünlük qazanırlar. ...1806-cı ilin yayında döyüşlər yenidən başlayır. Şahzadə Abbas Mirzə Tiflis, Qarakilsə və Gəncə istiqamətləri ilə Gürcüstana girməyə hazırlaşır. Lakin Rus qoşunları Xanaşır aşırımında İran ordusunu məğlub edir. Şah qoşunu Arazın o tayına çəkilməyə məcbur olur. Çar generallarının əsas məqsədi Azərbaycanın şimal ərazilərini işğal etmək idi. Rus komandanlığı Bakı və Quba xanlıqlarının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. General Qriqori Qlazenab 1806-cı ilin mayında Çara yazırdı. Nə qədər ki Bakı xanlığı alınmayıb, o vaxta dək Şirvan və Qarabağdakı nailiyyətlər həmişəlik təhlükədə olacaq. Elə Gürcüstanın özü də Qacar qoşunlarının basqınını gözləməlidir. 1806-cı ilin sonunda Talış, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan ərazisi Rusiya imperiyası tərəfindən ilhaq edilir. Rus komandanlığı Türkiyə ilə müharibənin də yaxınlaşdığını qabaqcadan görürdü. Buna görə də İranla sülh bağlamağa can atırdı. 1806-cı ilin sentyabrında Şah Sarayı öz nümayəndəsini sülh bağlamaq təklifi ilə Qafqazdakı Rus qoşunlarının baş komandanı İvan Qudoviçin yanına göndərir. Bununla bağlı İvan Qudoviç imperatora yazırdı. Mən burada Əlahəzrətin nümayəndəsi olaraq Çar hökumət adından heç nəyi İrana güzəşt etmək fikrində deyiləm. Əksinə, Qacarlardan Naxçıvan və İrəvan xanlıqlarını və digər əraziləri də tələb elədim. Lakin razılıq əldə olunmadı. Buna görə də danışıqlar nəticəsiz başa çatdı. ...1808-ci ilin mayında 10 minlik Qacar qoşunu İrəvanda cəmləşir. Çar qoşunlarının baş komandanı General İvan Qudoviç də öz ordusunu İran sərhədinə doğru yönəldir. Rus qoşunlarının birləşmiş qüvvələri İrəvanın mühasirəsinə başlamaqla hücuma keçir. Lakin müvəffəqiyyətsizliyə uğrayıb geri çəkilir. Çar ordusu Naxçıvanı da tərk etməyə məcbur olur. Abbas Mirzə Naxçıvanı tutaraq Rus qoşunlarını təqib etməyə başlayır. Qarababada baş verən döyüşdə İvan Qudoviç yenidən məğlub olaraq istefa verir. Fransa və İngiltərədə Qacar hökuməti ilə Çar hökumətinin razılığa gəlməsinə hər vəclə mane olmağa çalışırdı. 1808-ci ildə Harford Jones başda olmaqla İngiltərə elçiliyi Tehrana gəlir, öz hökuməti adından Fətəli Şaha böyük bir brilyant bağışlayır. İngiltərə ilə İran arasında yeni müqavilə bağlanır. İngiltərə Şaha maddi və silah yardımı etməyi öhdəsinə götürür.
1809-cu ildə Rusiya və Qacarlar İranı arasında yeni toqquşmalar baş verir. 1810-cu ilin aprelində Əsgəranda yenidən sülh danışıqları başlayır. Tərəflərin qarşılıqlı iddiaları səbəbindən Əsgəran danışıqları da nəticə vermir. 1811-ci ildə Rusiya Osmanlı Türkiyəsi ilə müharibədə üstünlük əldə edir. Nəticədə iki dövlət arasında 1812-ci ilin mayında Buxarest sülhü imzalanır. (1812-ci ilin əvvəlində Qacar ordusunun başkomandanı Abbas Mirzənin 20 minlik ordusu yenidən Qarabağa girib Şahbulağı tutur. General Pyotr Kotlyarevski İran ordusunu geri çəkilməyə məcbur edir. Həmin ilin yayında Fransanın Rusiyaya qarşı müharibəyə başlaması Qacarlarda ruh yüksəkliyi yaradır. İyul ayında Qacarların atlı qoşunları Gəncəyə, sonra isə Şəkiyə hücum edir. Avqust ayında 10 minlik Qacar ordusu Talış xanlığında qərar tutur. Pyotr Kotlyarevski oktyabrın 18-də Aslandüz döyüşündə Abbas Mirzəyə sarsıdıcı zərbə endirir və Talış xanlığına doğru yönəlir. 1813-cü il yanvarın 1-də Lənkəran qalası tutulur. Rusiyanın Fransa ilə müharibədə uğur qazanması Qacarların bütün ümidlərinə son qoyur. İranın məğlub olması və o dövrdəki beynəlxalq münasibətlərin köklü şəkildə dəyişməsi sülh danışıqlarının başlanmasına səbəb olur. Danışıqlar sentyabrın 27-sində başlanır. 1813-cü ilin oktyabr ayının 12-sində Qarabağın Gülüstan kəndində hər iki dövlətin səlahiyyətli nümayəndələri arasında 11 maddədən ibarət olan Gülüstan sülh müqaviləsi bağlanır. Abbasqulu Ağa Bakıxanov Gülüstan-ı İrəm əsərində onunla bağlı yazırdı. Mirzə Əbülhəsən xan Şirazi Qacar dövləti tərəfindən vəkil edildi. Sərdar Rıtışev də gəldi. Qarabağın Gülüstan adlı yerində Hicri 1228-ci ildə Təşrin əvvəl ayının 12-sində Rusiya ilə Qacar dövləti arasında müqavilə bağlandı. Bu müqaviləyə görə Qacar dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarının, bütün Dağıstanın, Gürcüstanın Rusiya imperiyası tərəfindən işğalını tanıdı. Müqavilə Rusiya imperiyası adından Qafqazdakı qoşunların baş komandanı general-leytenant Nikolay Rıtışev, Qacar dövləti adından isə Ali İran sarayının gizli işlər müşaviri, İran sarayında ikinci dərəcəli xan Mirzə Əbülhəsən xan Şirazi tərəfindən imzalanır. Müqaviləyə görə İrəvan və Naxçıvan xanlıqları Qacarların hakimiyyəti altında qalır. Şimali Azərbaycan və bütün Cənubi Qafqazın Çar Rusiyası tərəfindən ilhaqı təsdiq edilir. Gülüstan müqaviləsinin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən istilasının birinci mərhələsi başa çatır.